Salam, bugünkü mövzumuz Azərbaycan tarixindən 20-ci əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti mövzusudur. İkinci Dünya müharibəsindən sonra təhsil sahəsində bir sıra uğurlar qazanıldı. Sovet hakimiyyəti təhsil sistemini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər atdı. Yeni məktəblər şəbəkəsi yaradıldı, yeni universitetlər yaradıldı. Bu da təhsilin inkişafına müsbət təsir göstərən amillərdən biri oldu. Bu dövrdə görülən ən mühüm işlərdən biri 1959-cu ildə icbari 8 illik təhsilə keçirildi. 1959-cu ildə isə rus məktəblərində ana dili, yəni Azərbaycan dilinin icbari tədrisi barədə qərar qəbul edildi. Bu da çox mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. Bu qərar 1959-cu ildə verilmişdi. 1969-cu ildə isə icbari 10 illik təhsil sisteminə keçirildi. Bu da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. İkinci Dünya müharibəsindən sonra Azərbaycanda ali təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi və bir sıra yeni ali məktəblər fəaliyyətə başladı. Hansı ali məktəblərdir? Bu dövrdə Bakıda Teatr İnstitutu, Xarici Dillər İnstitutu kimi institutlar fəaliyyətə başladı. Naxçıvanda Pedaqoji İnstitut, Xankəndində isə də Pedaqoji İnstitut fəaliyyətə başladı. 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvan istiqadına orta ixtisaslaşdırılmış hərbi məktəb açıldı. Bu da Azərbaycanda gələcəkdə milli hərbi kadrların hazırlanmasında çox mühüm rol oynamışdı. Bu dövrdə Azərbaycanda bir sıra mətbuat orqanları da fəaliyyət göstərirdi. 1959-cu ildə Qobustan Almanakı jurnalı çap olunmağa başladı. 1970-ci ildə Sovet Türkiyəlöziyası jurnalı çap olunmağa başlamışdı. 1975-ci ildə isə Azərbaycan Təbiəti jurnalı çap olunmağa başlamışdı. Yaradıcı gənclər üçün 1967-ci ildən Ulduz jurnalı nəşr edilirdi. Mədəni maarif istiqamətində də 20-ci əsrin ikinci yarısında bir sıra uğurlar əldə edilmişdi. 1958-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin vəfatının 400 illiyi qeyd edildi. 1970-1980-ci illərdə Bakıda Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Şuşada isə Bülbülün ev muzeyləri yaradıldı. 1980-ci ilin əvvəllərində Heydər Əliyev bilavasitə iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimi Şuşa şəhərində keçirildi. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan görkəmli şairlərindən olan Hüseyn Cavidin nəşi Rusiyanın Irkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi. Həmçinin ədibin Naxçıvanda ev muzeyi də fəaliyyətə başladı. 1976-1987-ci illərdə isə Azərbaycanda Sovet ensiklopediyası nəşr edildi. Bakıda Azərbaycan xalçası və xalq tətbiqi sənət muzeyi yaradıldı. 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsinin tarixi memarlıq qoruğu elan etmək haqqında qərar qəbul edildi. Bu da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. 20-ci əsrin ikinci yarısında və İkinci Dünya müharibəsindən sonra Azərbaycanda elmin inkişafı istiqamətində də bir sıra tədbirlər görüldü. Hələ İkinci Dünya müharibəsi dövründə 1945-ci ildə mart ayında Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Mir Əsədullah Mirqasımov Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti seçildi. 1950-ci ildən fizika elminin tərəqqisində yeni mərhələ başladı. Bu dövrdə həmçinin Şamaxıda Sovet İttifaqı üzrə ən böyük astrofizika rəsədxanalarından biri tikildi. Şamaxıda rəsədxananın tikilməsi 1959-cu ilə aiddir. Bu həmçinin müharibədən sonra Yusif Məmmədəliyev yüksək oktanlı aviasiya benzinləri hazırlamağın yeni üsullarını kəşf etdi. İkinci Dünya müharibəsi dövründə isə Azərbaycanda Yusif Məmmədəliyevin rəhbərliyi altında oktanlı benzin kəşf edilmişdi. 1946-cı ildə Salih Qazıyevin başçılığı ilə Mingəçevirdə arxeoloji ekspedisiya xeyli uğurlar əldə etdi. Həmçinin 1947-ci ildə İshaq Cəfərzadənin Qobustan qayaüstü təsvirlərini tədqiqinə başladı.
görkəmli Azərbaycanlı tarixçi, arxeoloq, alim Məmmədəli Hüseynov Azıq mağarasının tədqiqinə başladı və 1968-ci ildə Məmmədəli Hüseynov tərəfindən burada ibtidai insanın alt çənə sümüyü aşkar edilmişdi. 1970-80-ci illərdə Azərbaycan elmi daha da inkişaf etdi. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Naxçıvanda elmi mərkəz fəaliyyətə başladı. Bakıda Kosmik Tədqiqat Elmi İstehsalat Birliyi yaradıldı. Həmçinin Azərbaycanın görkəmli geoloq alimi Fərman Salmanovun rəhbərliyi ilə Qərbi Sibirin neft və qaz yataqları aşkar edildi. 1956-cı ildə görkəmli Azərbaycan şairi Səməd Vurğunun anadan olmasının 50 illik jubileyi keçirildi. Səməd Vurğuna birinci olaraq xalq şairi adı verildi. Həmçinin müharibədən sonra Azərbaycanda incəsənət də inkişaf edirdi. Bu dövrdə müharibədən sonra Azərbaycanda film sənətinin inkişafında da xeyri uğurlar əldə edilmişdi. Bilirik ki, ilk Azərbaycan filmi Neft və Milyonlar səltənətindədir. 1945-ci ildə Arşın Malalan filmi çəkilmişdi. Çəkilən Arşın Malalan filmi bu dövrdə dövlət mükafatına layiq görüldü. Həmçinin 1950-ci illərdə Qaradaşlar, Qızmar Günəş altında, Bir məhəlləli işçi oğlan, həmçinin Uzaq sahillərdə O olmasın bu olsun, Ögey ana və başqa filmlər çəkildi. 1970-1980-ci illərdə də bir sıra tarixi filmlər çəkildi. Hansı filmlərdir? 7 oğul istərəm, İstinktaq, Nəsimi, Babək, Axırıncı aşığım, Dədə Qorqud kimi tarixi filmlər çəkildi. Bu da tariximizin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. İkinci Dünya müharibəsindən sonra memarlıq işində də bir sıra uğurlar əldə edildi. Həmçinin Bakının yenidən qurulması işində və bir sıra memarlıq abidələri Bakıda istifadəyə verildi. Müharibədən sonra Bakı yenidən quruldu. 1967-ci ildə Bakı metropoliteninin ilk 6 stansiyası istifadəyə verildi. Şərqdə ilk dəfə Azərbaycanda metro stansiya fəaliyyətə başlamışdı. 1950-ci illərdə bir sıra mühüm memarlıq abidələri tikildi. Bakıda hökumət evi tikilmişdi 1950-ci illərdə. Həmçinin bu dövrdə Tofiq Bəhramov adına stadion, adına Respublika stadionu istifadəyə verilmişdi. Həmçinin bu dövrdə Bakıda Azərbaycan televiziya qülləsi 1956-cı ildə açılmışdı. Bu da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. Həmçinin 1959-cu ildə Şamaxıda rəsədxana da fəaliyyətə başlamışdı. 1960-cı illərdə də bir sıra memarlıq abidələri istifadəyə verildi. Hansılardır bunlar? Akademiya şəhərci idi, universitet şəhərci idi, mərkəzi univermaq idi, dövlət sirki idi, dövlət sirki, Bakı hava limanı, 1967-ci ildən Bakı metropoliteni, Venesiya şəhəri, həmçinin Fəvvarələr meydanı da istifadəyə verilmişdir. Bu dövrdə Azərbaycanda memarlıq və şəhər salma işində SSR Nazirlər Sovetinin mavini olan Ləmbəranskinin də mühüm rolları olmuşdur. 1970-ci illərdə bir sıra memarlıq abidələri istifadəyə verilmişdir. Hansılardır? Dəniz vağzalı, Respublika sarayı, indiki Heydər Əliyev adına saray. Əvvəlki dövrdə Lenin adına saray olmuşdur. Həmçinin 1980-ci illərdə də bir sıra mühüm memarlıq abidələri tikilmişdir. Hansılardır? Bunlar Gülüstan sarayıdır, Yeni Zooparkıdır, Örtülü idman kompleksidir, həmçinin bir sıra yeni Bakı şəhərində qəsəbələr də fəaliyyətə başlamışdı. Əhmədli, Badamdar kimi yaşayış massivləri 1980-ci illərdə istifadəyə verilmişdi. Bundan başqa 20-ci əsrin ikinci yarısında Azərbaycanda bir sıra inşa edilən digər memarlıq abidələri də var. Bunlar hansılardır? Dövlət Dram Teatrının binası, Daxili İşlər Nazirliyinin binası, indiki Mirzə Fətəli Axundov adına kitabxananın binası 20-ci əsrin ikinci yarısında tikilib istifadəyə verilən memarlıq abidələri idi. Bu dərsimizlə bağlı bu qədər.